Profaza mitozun birinci fazasıdır və ən uzun fazadır. Burada xromatin sapları qısalaraq yoğunlaşır. Sentriollar qütblərə çəkilərək bölünmə vətərləri əmələ gətirir. Nüvəcik itir və nüvə qılafı həll olur. Metafaza burada xromosomlar hüceyrənin ekvator sahəsi boyunca düzülərək metafaza lövhəsi əmələ gətirir. Bölünmə vətərləri burada tam formalaşır və hər bir xromosomun sentromerinə qütblərdən bir vətər teli birləşir. Anafaza xromosomların xromatidləri bir-birindən tam ayrılaraq qütblərə çəkilir və burada xromatidlər sərbəst xromosomlar hesab olunur və anafazada xromosomların sayı 2 dəfə artır. Telofaza mitoz bölünmənin sonuncu fazasıdır. Burada bölünmə vətərləri itir və xromosomların spiralları açılır, nüvə qılafı əmələ gəlir, nüvəciklər formalaşır. Nüvə bölünməsinin ardıca da sitoplazma bölünür 2-yə və sitoplazmanın bölünməsinə biz sitokinez deyirik.